Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Kondisionerimiz zayıf soyudur veya zayıf isidir mevzusunu devam eləttiririk. Ve bu mevzular, bugünkü mevzumuz ve bundan qabaqki mevzularımız bir ustanın səhvi ucbatından kondisionerin zayıf soyutmasına həsr edilmiştir. Ve bugünkü dersimiz borularla yenə də əlaqəli olacaq. Yenə də 24.000 butuluq bir kondisioneri misal olarak götürəcəyik ve bundan sonra hesablamalarımızı edəcəyik. Biz iki derste birinde 16'lık boru əvəzinə 12'li borunun çekilmesinden danışmıştık. Diğer bir dersimizde ise 2 borunun bir izolyasiya altında aparılmasından danışır. Qeyd etmək istəyirik ki, bayaqki ilə müqayisədə, yəni 12'li boru ilə, 16'lığı 12'li ilə əvəz edilməsi ilə müqayisədə bu daha böyük bir zərər verməkdədir və daha böyük bir itki olmalıdır. Amma olsun, bugünkü dərsimizdə biz əgər bu iki səhv ikisi də eyni zamanda olarsa, yəni 16'lıq boru 12'li ilə əvəz edilərsə, qayıdış borusu və həmən bu iki boru da bir izolyasiya ilə aparalarsa, kondisionerin itkisi nə qədər olar? Biz əlbəttə ki, hər iki dərsdə hesablamalar apardıq və gördük ki, iki borunun bir yerdə aparılması kondisionerə böyük miqdarda zərər verməlidir. İsitmə rejimində təxmini hesablamalarımızla biz hesabladıq ki, 20%'e qədər itki burada mütləqdir. Qeyd etmək istəyirik ki, biz hər dəfə bu mülahizələrimizi Gemini ilə, yəni süni intellektlə bölüşürük və bu hesablamaları edirik və bundan sonra əgər süni intellektin yadından nəsə çıxıbsa, biz onları da onun yaddaşına salırıq və deyirik ki, bunları hesablasın ki, biz bura çıxanda real rəqəmlərlə çıxar. Və bizim dediğimiz proqram hesabladıktan sonra məlum oldu ki, təxminən bu formada borunun izolyasiya edilməsi, yəni iki xəttin eyni izolyasiya altında aparılması təxminən ən yaxşı halda 20% isitmə rejimində kondisionerin deməli isitmə gücünü azaldacaqdır. Amma soyutma rejimində təxmini hesablamalar 10% göstərir. İndi isə iki problemin eyni anda, yəni 16'lık borunun 12'li ilə əvəz edilməsi və eyni zamanda da bu boruların bir izolyasiya altında aparılmasından danışacağıq. Əgər biz fikirləşsək ki, 10%, 15% 12'li boru ilə apardığımıza göre itki var, 20% də ikisinin bir arada bir izolyasiya altında aparmamıza göre itkimiz varsa, təxmini hesablamalar 30-35% göstərir. Reallıqda bəs necədir? Reallıq ondan ibarətdir ki, bu halda kompresor aşırı qızacaqdır. Yəni, bir tərəfdən 12'li borunun içərisində olan freonu böyük müqavimətlə rast gəldiyinə görə daha güclə soyudacaqdır. Və gücünün böyük bir hissəsini buna sərf edəcək. Biz konkret olaraq uzunluğu 5 metre olan borudan danışırıq hal-hazırda. Yoxsa yarım metreden deyil əlbəttə ki. Çünki bir başqası deyə bilər ki, kondisionerin özünün içindən çıxan, orada 40 sm, 50 sm olan boru həqiqətən bir izolyasiyanın içərisindən çıxır. Orada onun çıxması mütləqdir. Çünki başqa bir formada onu oradan çıxartmaq mümkün deyil. Yəni ayrı-ayrı izolyasiyalarını edilmir. Amma burada biz konkret olaraq dediğimiz, yəni 5 metre uzunluqda olan bir məsələdən danışırıq. Və biz bilirik ki, kondensasiya təzyiqi səbəbindən asılı olmayaraq yüksəldisə, artıq kondisionerimizin kompresoru elektrik enerjisini boşuna sərf edir və kondensasiya təzyiqinin yüksəlməsi böyük itkilərlə nəticələrini biz demişdik ki, kondensasiya təzyiqinin 1 Kelvin qalxması 1% itki deməkdir. Eyni zamanda da qaynama temperaturun 1 Kelvin aşağı düşmesi, optimal temperatura müsbət 5'ten 1
dərəcə aşağı düşməsi deməli 3-5% itki demək. Dolayısıyla bizim hesablamalarımız təkcə konkret olaraq boru və deməli borunun bir izolyasiya aparılması deyil, bunların dolayısıyla olan səbəblərini də demək araşdırdığımıza görə süni intellektlə də bu məsələləri biz deməli hesablatdırdıqdan sonra belə qərara gəldik ki, bu istənilən halda 30-35%-dan daha böyük bir rəqəm alacaq. Hörmətli izləyicilərimiz, yəni bir insan 24.000 butulluq bir kondisioner almış və sizdən onun quraşdırılmasını xahiş etmiş. Bunun elədiyi yeganə təqsiri odur ki, o sizə müraciət etmiş. Və siz də 2 manat, 3 manat demək izolyasiyadan, ola bilsin ki 10 manat, 15 manatda borudan bir qədər artıq pul qazanmaq üçün, yəni təxminən bir 20 manat pulu qazanmaq üçün siz bir insanın 24.000 butulluq bir kondisionerini təxminən 17.000-lik, 16.000-lik bir və yaxud 18.000 butulluq bir kondisioner çevirir. Bütün bunlar nəyi göstərir? Bütün bunlar onu göstərir ki, bizim ustalarımız konkret olaraq demək, istifadə kitabçasını və yaxud kondisionerin quraşdırılmasına, orada nə qədər qazın əlavə edilməsinə dair olan bilgilərin heç birisindən xəbərləri yoxdur və onların heç birisini oxumurlar. Halbuki hər bir yeni kondisionerin içərisində müxtəlif dillərdə, o cümlədən Rus, Türk, bizim bildiyimiz dillərdə bu məlumatlar olur. Əsas olan sizin o məlumatları oxumanızdır. Hətta kondisionerin iç və çöl hissələrinin necə qoşulması, bir kondisionerin borusu nə qədər uzandıqdan sonra nə qədər freonun əlavəsi, hamısı həmin məlumat kitabçasında göstərilmişdir. Önəmli olan sadəcə bir qədər göz gəzdirməkdir. Bu yaxınlarda bir dostumuzla yol gedərkən bu söhbəti edəndə o avtomatik olaraq bu məsələni, biz onun məsələnin, yəni 16'lı borunun 12'li boru ilə əvəz edilməsi məsələsini danışanda bizim bu dostumuz avtomatik olaraq Yusuf müəllim orada 12'ligi daha doğrusu başka bir mövzuda danışılır. Boru uzandıqda, o mövzudan danışılır. Boru uzandıqda ne etməli? O dərhal reaksiya verdi ki, əgər 10'luqdursa onu 12'li ilə əvəz etmək lazımdır və problem həll olacaq. Həqiqətən də buradan görünür ki, bizim profesional ustalarımız çoxdur və bu çox ustalarımızın qədrini bilmək lazımdır və çörəyi çörəkçiyə vermək lazımdır və bir çörək də üstündən vermək lazımdır. Əks təqdirdə aldığınız 24.000 butulluq kondisioner illər boyu işləyəcək və daimi siz 100 dənə usta çağırmış olsanız belə o problem həll edilmədikcə, yəni 18.000'lik və yaxud 17.000 butulluq bir klima kimi işləyəcək. Göründüyü kimi bəzi vaxtı sadə bir şey kimi görünmüş olsa belə bu problemlər çox ciddi problemlərdir. Biz hələ burada kondisioner istifadəçilərinin uzun illər boyu kondisionerdən istifadə edib onun filtrlərini təmizləməməsindən, iç hissəsini və yaxud çöl hissəsini təmizləməməsindən bəhs etmədik. Bu sonraki mövzudur. Yəni kondisioner quraşdırılandan 1-2 il sonra olan mövzular. Əslində isə təsəvvür edək ki, əgər əvvəlcədən bu qoyulan vaxtı 18.000 butulu kimi işləyəcəksə, artıq bir neçə ildən sonra o daha da, əgər işləsə təbii ki, daha da gücü azalacaqdır. Hörmətli izləyicilərimiz, bütün bunları sizə bildirməkdə məqsədimiz, niyyətimiz bunların aradan qaldırılması üçün edilən cəhdlərimizdir. Yəni, biz belə şeyləri görəndə bir insan olaraq, bir vicdanlı insan olaraq həqiqətən ürəyimiz ağrıyır. Ki, yəni adam sizi çağırıb, sizi insan bilib çağırıb, siz onun işini doğru dürüst görməmişsiniz. Gec də olmuş olsa, əgər belə bir şey etmişsinizsə, əlbəttə ki, bu problemi yenə də aradan qaldırmaq sizin əlinizdədir. Önəmli olan sizin bunu istəməyinizdir. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi və bu kitabı əldə etmək istəyənlər lütfən bizə müraciət etsinlər. Biz də həmən
WhatsApp vasitəsilə və yaxud başqa bir yolla bu kitabı sizə göndərəcək. Əssəlamu aleykum və rəhmətullahi və bərəkət.